Bugün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Qarabağ böyük bir sınaqla üz-üzə gələcək. Ağdam klubunun qarşısında böyük tarixi olan İngiltərə nəhəngi Liverpool dayanır. Lakin bu maçdan əvvəl Qarabağ ciddi itki ilə özləşib. Komandanın əsas müdafiəçilərindən biri Kevin Medina baş nahiyəsindən aldığı zərbə səbəbindən həkim nəzarətinə götürülüb. Bu zədə futbolçunun oyunda iştirakını ciddi sual altına alıb və məşqçi heyəti onun vəziyyətini diqqətlə izləyir. Oyun saatına qədər rəsmi qərarın verilməsi gözlənilir. Kevin Medina'nın iştirakı yalnız bugünkü maç üçün deyil, həm də Qarabağın müdafiə planlarının həyata keçirilməsi baxımından kritik əhəmiyyət daşıyır. Müdafiənin mərkəzində oynayan Medina həm hava, həm də yer oyunlarında komandaya strateji dəstək verir. Onun yoxluğu komandanın müdafiə xəttində boşluqlar yaratmaqla yanaşı, rəqibin sürətli hücumlarını dəf etmək qabiliyyətini də azalda bilər. Mütəxəssislər hesab edirlər ki, belə vəziyyətlərdə komanda taktiki planlarını dəyişməli, daha çox ehtiyat və dəqiq koordinasiya ilə oyunu qurmalıdır. Qarabağın UEFA Çempionlar Liqasındakı tarixi son illərdə böyük uğurlarla yadda qalıb. Komanda 2017-ci ildən etibarən Avropa arenasında iştirak edərək müxtəlif ölkələrin nəhəng klubları ilə qarşılaşıb. Bu müddət ərzində Ağdam təmsilçisi həm təcrübə qazandığı, həm də beynəlxalq səviyyədə tanındığı bir mərhələni keçib. Lakin bugünkü maç Anfield Roadda oynanacaq və burada həm fiziki, həm də psixoloji testlər qaçılmazdır. İngiltərə klubunun oyunçuları yüksək temp və taktiki zənginliyi ilə seçilir və Qarabağ üçün hər detal vacib olacaq. Maç öncəsi Kevin Medina'nın zədəsi Qarabağın həm müdafiə xəttini, həm də oyunun başlanğıc planını bir qədər dəyişməyə məcbur edib. Baş məşqçi heyəti ehtiyat planlarını hazır edib. Lakin belə kritik maçlarda baş məşqçinin planı ilə oyunçuların performansı arasında incə balans qalır. Komandanın digər müdafiəçiləri, xüsusilə orta sahədəki oyunçular Medina'nın yoxluğunu kompensasiya etməli və həm müdafiə, həm də hücum keçidlərində balansı qorumağa çalışmalıdır. Futbol ekspertləri bildirirlər ki, Kevin Medina'nın yoxluğu Qarabağın hücumlarını sürətlə təşkil etməsinə də təsir edə bilər. Müdafiə xəttində boşluqlar yaranarsa, Liverpool kimi sürətli və texniki komandalar bunu dərhal cəzalandıra bilər. Eyni zamanda Ağdam klubunun kapitanı və digər təcrübəli oyunçuların liderliyi bu boşluğu qismən doldura bilər. Lakin rəqibin təzyiqi yüksək olacaq. Qarabağın fanatları sosial şəbəkələrdə aktivdir və Medina'nın zədəsi xəbərini öyrənən kimi narahatlıqlarını ifadə ediblər. Bir çox azarkeş hesab edir ki, komanda psixoloji olaraq bu itkidən təsirlənə bilər. Digər tərəfdən isə bu, komandanın kollektiv mübarizə ruhunu gücləndirə bilər. Maç öncəsi belə emosional dinamika oyun nəticəsinə təsir edən mühüm faktor hesab olunur. İngiltərə klubunda isə vəziyyət Qarabağın qarşısında bir qədər fərqlidir. Liverpoolun müdafiə xəttində bir sıra itkilər mövcuddur. Joe Gomez, Alexander Isak, Conor Bradley, Giovanni Leoni və digər əsas oyunçular zədələr və şəxsi səbəblərdən kənarda qalıb. Bu, Qarabağ üçün əlavə şanslar yarada bilər, lakin oyunun Anfield Road kimi qələbə üçün çətin bir arenada baş tutması rəqib üçün motivasiya yaradır. Analitiklər hesab edirlər ki, Qarabağ rəqibin boşluqlarını səmərəli istifadə etməli, sürətli hücumu və taktiki disiplinlə oyunu qurmalıdır. Tarixi maçlara baxdıqda, Qarabağ bəzi nümunələrdə böyük nəhənglərə qarşı qələbə qazanmış və diqqət çəkən performans göstərmişdi. Lakin bu dəfə Medina'nın zədəsi, xüsusilə müdafiənin mərkəzində boşluq yaratması səbəbindən oyun daha da mürəkkəbdir. Komanda məşqlərdə taktiki dəyişikliklər edib, ehtiyat oyunçuların rolunu artırmağa çalışıb. Mütəxəssislər bildirirlər ki, müdafiə xəttinin koordinasiyası və oyunçuların təcrübəsi bu maçda həlledici olacaq. UEFA Çempionlar Liqasının qrup mərhələsi yalnız xal və qələbədən ibarət deyil, həm də klubun beynəlxalq reputasiyasını artırmaq, gənc oyunçuların təcrübə qazanması və klubun maliyyə imkanlarını genişləndirmək üçün mühüm rol oynayır. Qarabağ üçün isə bu maç həm prestij, həm də motivasiya baxımından əhəmiyyətlidir. Kevin Medina'nın iştirakı və ya yoxluğu isə oyun taktikasını birbaşa təsir edən elementlərdən biridir.
Komanda məşqçiləri və analitiklər həmçinin Liverpoolun oyun stilini, sürətli keçidləri və topa nəzarət strategiyasını araşdıraraq Medina'nın yerinə ehtiyat planları hazırlayıblar. Müdafiə xəttindəki digər oyunçuların rolu artırılıb və hücumlarda koordinasiyanın qorunması üçün yeni kombinasiya taktikaları nəzərdən keçirilib. Son olaraq fanatlar və ekspertlər arasında sual yaranır. Kevin Medina olmadan Qarabağ bu çətin Enfield Road səfərində rəqibə müqavimət göstərə biləcəkmi? Maçın gedişi və nəticəsi yalnız Medina'nın vəziyyətindən deyil, həm də komandanın kollektiv performansından, taktiki intizamından və psixoloji hazırlığından asılı olacaq.